Əziz Oğlaq bürcləri və xüsusən yüksələn bürcə Oğlaq olanlar, gəlin görək 2026-cı ildə sizi nələr gözləyir. Əziz Oğlaq bürcləri, tutulmalara baxdığım zaman 9-3-8-2 əksində baş verəcək günəş və ay tutulmaları. Bu nə deməkdir? Bu arada unutmayın, xüsusən yüksələn bürcünüzə qulaq asmalısınız. 9-3 tutulmalarınız onsuz da başlamışdı, devam edir. 2026-cı ildə xaricə köçmək, getmək, səyahətlər eləməklə bağlı dəstəkləyici və güclü enerjilər var. Yeni bir təhsilə başlamaq, akademik olaraq özünü inkişaf elətdirmək, dini, mənəvi, ruhani olaraq inkişaf eləmək, dəyişmək, böyümək. Bax, belə mövzular gündəmə gələ bilər. Bundan əlavə olaraq yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş bacı kimi insanlar da gündəmə gələ bilər. Bu mövzularda da dəyişimlər yaşaya bilərsiniz. Bundan əlavə, əziz oğlaqlar, həyata fəlsəfənizi və həyata baxışınızı dəyişdirə biləcəyiniz güclü və ilahi enerjilərin yüksək olduğu bir dönəmdə olacaqsınız. 8-ci və 2-ci evinizdə, yəni bəziləriniz inanclarınızda da dəyişim yaşaya bilər. 8-ci və 2-ci evinizdə də günəş və ay tutulmaları olacaq. Bunlarsa sizin maddi durumunuzda böyük dəyişim gətirəcək. Bu, bəzi oğlaqlarda artıq başlayıb, bəzi oğlaqlarda ise 2025-in sonundan ya da o ərəfələrdən yavaş-yavaş başlayıb, amma əsasən 2026-27-də çox özünü göstərəcək. Bir çox oğlaq bürcünün maddi durumu böyük və köklü bir şəkildə dəyişəcək. Bu, sizin karmalarınızdan, düzgünlüyünüzdən, yanlışlığınızdan asılı olaraq yüksəlmək ya da düşmək mənasına gələ bilər. Bu, artıq sizin doğum xəritənizin asılıdır. Amma finansal vəziyyətinizdə böyük köklü dəyişim yaşaya bilər, transformasiya yaşaya bilərsiniz. Özünüz ya da yoldaşınızdan gələn başqa yerdən borc, kredit, miras, ortalıq işdən gələn qazanc, yəni nə varsa, özünüzdən ya da başqa yerdən gələn nə pul varsa köklü dəyişim yaşaya bilərsiniz. Bu, yeni pul qapılarının açılmağı, pulunuzun artmağı ya da karmalarınız ağırdısa tam tərsi də ola bilər. Bundan əlavə 8-ci ev tutulmaları böyük transformasiyanın göstəricisidir və 2026-cı ildə çox böyük dəyişimlər yaşaya bilərsiniz. Özünüz, daxiliniz, həyata baxış bucağınız, bir çox şeylə bağlı çox güclü transformasiyalar, dəyişimlər təcrübə edə bilərsiniz. Özünüzə verdiyiniz dəyərlə də bağlı transformasiyalar və dəyişimlər təcrübə edə bilərsiniz, əziz oğlaqlar. Bundan əlavə, yəni dediyim kimi cinsəl mövzular da gündəmə gələ bilər. Sehir, enerji, spiritualizmdə sizin üçün transformativ və dəyişdirici məqamlardandır 2026-cı ildə. Bundan əlavə Jupiter 7-ci və 8-ci evlərinizdə olacaq. 2026-cı ilin ilk 6 ay ərzində evlənə bilər, ailə qura bilərsiniz, xoşbəxt ola bilərsiniz, ciddi münasibətlərə yönələ bilər ya da çoxla eşq yaşaya bilərsiniz ya da ciddi eşqlər yaşaya bilərsiniz və ya ortaqlıq işlərə girə bilərsiniz. Lakin ilin ikinci yarısındasa, 2026-nın ikinci yarısındasa bu enerji daha çox başqa yerdən gələn pul, həyat yoldaşının qazancı, borc, kredit kimi mövzularda özünü göstərəcək. Yəni şanslı olacaqsınız. Həyat yoldaşınızın qazancı arta bilər, əgər evlisinizsə və ya ortaqlıq işiniz varsa, oradakı qazanc arta bilər və ya miraslar, nə bilim, borc kredit söhbətlərində şans və uğur sizdən yana ola bilər. Etdiyiniz rituallar 2026-cı ilin ikinci yarısından sonra çox daha güclü, tez, qəbul olan və ruhani olacaq. Saturnsa 3-cü və 4-cü evinizdə transit edir, əsasən 4-cü evinizə keçəcək. Yəni həyatda əsaslı fokus nöqtəniz artıq ailə, ev, yuva olacaq. 2026-cı ilin fevralın 14-dən etibarən böyük bir enerji dəyişimi yaşayacaqsınız və o gündən etibarən fokusunuz başlıca ailə, ev, yuva, ev almaq, mal, mülk, bax belə şeylərə də yönələ bilər. Və Saturnun qoça keçməyi enerjinizdə biraz qarışıqlıq da gətirəcək. Saturn planeti zaten sizin planetinizdir, yəni siz idarə edir və qoç burcunu çox da sevmir. Bu da sizi bir damcı sınayacaq öz şəxsiyyətinizdən, özünüzdən, xarakterinizdən bağlı, amma yenə də siz oğlaq bürcüsünüzdür, öyrəşmisiniz Saturna. Ona görə belə ekstra negativ bir şey deyil, narahat olmayın. Yəni digər bürclərə nəzərən bəlkə də daha da yaxşı ola bilər. Bundan əlavə olaraq Oğlaq bürcləri. Yanvar ayına baxdığım zaman, yanvar ayında həyatınızın əsaslı fokusunuzun özünüz olduğunu görürəm. Yanvarın 20-sindən sonra pul mövzularına daha çox fokuslanacaqsınız. Yanvarın ilk vaxtlarında özünüz və münasibətlər və s. həyatınızda biraz daha gündəmə gələ bilər. Fevral aylarına baxdığım zamansa, fevral ayında pul, maddiyyat əsaslı gündəminizdədir. Zaten pul evinizdə tutulma baş verəcək. Yəni ona görə də bu günəş tutulmasının təsiri ilə bir yerdə maddi mövzularda böyük dərin transformasiya və dəyişimlər yaşaya bilərsiniz. Mart aylarında ya da indi o ərəfələrdə başlaya bilər dəyişimin nəsə küləkləri, amma daha da oturmağı 2026-cı ildə full tuta bilər. Unutmayın, yüksələn bürcünüzə əsas qulaq asın. Mart aylarına baxanda yaxın çevrə, qohum-əqrəbə, qonşu, qardaş bacı kimi insanlar gündəmə gələ bilər və bu insanlarla biraz mübarizələr verə bilərsiniz. Evinizi dizayn eləmək, dəyişdirmək üçün gözəldir. Xaricə köçmək üçün də mart ayı olduqca iddialıdır. Mart ayının 30-undan sonra həyatınızda daha çox sevgi, eşqdən yana daha bərəkətli, gözəl, şanslı bir dönəmə girəcəksiniz. Aprel ayında isə karyera və ailə, ev, yuva yenə gündəminizdədir. Yenə evə yönələcəyiniz, ailəyə yönələcəyiniz ya da evlə bağlı bir şeylərlə məşğul olacağınız
dönəm olacaq. Aprelin əvvəllərində də, axırlarında da karyera ilə bağlı çox güclü, işlə bağlı güclü enerjilər var. Əsasən də 24-dən sonra iş həyatına yana ekstra şanslıdır və aprelin 24-dən sonraki təxminən bir aylıq bir periodda 19-una qədər, yəni mayın 19-una qədər olan periodda ev heyvanı almaq istəsəz yaxşı vaxtdır. May aylarındasa sevgi, eşq, flört, şanslı, əyləncəli, maraqlı enerjilər sizlə bir yerdə də həyatın keyfini çıxarda bilər, bol-bol sosiallaşa bilər, əylənə bilərsiniz. Mayın sonlarına doğru gizli mövzular açıla bilər. Mayın sonları, iyunun əvvəllərinə doğru və ruhani enerjiniz yüksələ bilər, etdiyiniz rituallar bəlkə də daha güclü işləyə bilər. İyun aylarında isə fokusunuz əsasən iş və ciddi münasibətlər olacaq. İşə bol-bol yönələcəyinizi görürəm və iş həyatı biraz iyunun 28-dən sonra sağlamlıq cəhətdən ehtiyatlı olmalısınız. Qripə və s. daha meyillisiniz. İyunun sonlarına doğru, avqustun əvvəllərinə doğru xarici görünüşünüzlə bağlı bəlkə də bir dəyişiklik də edə bilərsiniz. İyul aylarına baxdığım zamansa ciddi münasibətləriniz gündəmdədir. Əsasən də iyulun 23-dən sonra köhnə sevgililər, eks, keçmiş bir insanların gündəmə gəlməyi, iyulun 23-dən sonra və avqustun ortalarına qədər belə bir ehtimal var. Avqust aylarına baxdığım zamansa, avqustda ciddi münasibətlər biraz mübarizəlidir. Xəritəvizdə pul avqustun 18-dən sonra əsaslı fokus nöqtənizə keçir. Yaxın çevrəniz və özünüzü inkişaf elətdirmək gündəmdədir. Sentyabr ayına baxdığım zamansa həm karyeranın, həm ailənin gündəmə gələcəyi və sentyabrın 28-dən sonra seksual enerjinizin yüksələcəyini demək ola bilər. Bu arada Lilith sizin birinci evinizə keçəcək. Sentyabrın 14-dən etibarən Lilith enerjiniz artacaq. Qadınlar daha güclü tutduğunu qopardan və seksual enerjisi daha yüksək olacaq. Yəni cinsel enerjilər sentyabrdan sonra çox artır. Sentyabrın 10-undan sonraki perioddasa istəkləriniz, arzularınızla bağlı, dostluqlarınızla bağlı şanslı enerjilər var. Xüsusən qadın dostluqlarından yana dəstəklənə bilərsiniz. Oktyabr aylarınızda 3-dən sonra dostluqlarınızla bağlı biraz mübarizələr, sıxıntılar yaşaya bilərsiniz. Oktyabrın əsaslı fokusu sosiallaşmaq, əylənmək və dostluqlardır. Noyabr ayda eyni şəkildə dostluqlara əsas qoyur. Noyabrın 14-dən sonra karyeradan yana çox daha şanslı və gözəl bir dönəmə girəcəksiniz. Və noyabrı qoyuruq kənara. Dekabr aylarına baxdığım zamansa həm spiritual ruhani mövzular gündəmdədir, həm şans qapıları sizin üçün açılır, həm daha çox parıldayıb işləyirsiniz, həm ciddi münasibətlər gündəmdədir, həm də yavaş-yavaş ev, yuva, ailə ilə bağlı nəsə bir çətinlik varsa bunlar ortadan çıxır və yəni bayağı iddialı bir aydır sizin üçün dekabr ayı. Həm də ruhani enerjiniz də yüksəlir, bəlkə də yuxulardan xəbərlər də ala bilərsiniz həmin ərəfədə. Dekabrın 25-dən sonra, yəni 2026-nın dekabrın 25-dən sonrasa çox sürətli və hərəkətli bir dönəmə girəcəksiniz. Əziz Oğlaq burcları, bundan əlavə sizə 2026-cı ilin bəzi ekstra xüsusi şanslı tarixlərini demək istəyirəm. Belə ki, 3-ü, 6-sı, 8-i manifestlərlə bağlı gözəl, daha doğrusu 3-ü və 6-sı manifestlərlə bağlı əladır. Yanvarın əvvəlləri ilişkilərlə bağlı sizdə ekstra potensiallıdır. Bundan əlavə olaraq yanvarın 20-sindən sonra fevralın əvvəlinə qədər travmatik enerjilər var. Ehtiyatlı olun, risklərə girməyin. Fevral ayına baxanda tutulma, günəş tutulması baş verir. Onu bayaq izah eləmişəm. Mart ayına baxdığım zaman 7-si sevgi manifestləri ilə bağlı yaxşıdır. 19-u manifestlərlə bağlı güclü və iddialı enerjilər var. 22-si də zaten ilin ən ruhani günü olacaq 2026-da. Aprel aylarında 17-si qəşəng, maraqlı enerjilər var. Xüsusən ev, ailə, yuva ilə bağlı güclü enerjilər var. Biraz da karmikdir sizin üçün. May ayına baxanda, may ayının 1-i rituallar üçün yaxşıdır, 14-ü manifestlər üçün yaxşıdır. İyun ayının 9-u bolluq bərəkət cəhətdən daha şanslı və ilahi gündür. Rituallardan faydalana bilərsiniz. 26-sı Günəş-Neptun sərt kvadratı var. Kişilərdən yana biraz xəyal qırıqlığına meyilli bir dönəmdir. Avqust ayının 27-si manifestlər üçün əladır. 28-i manifestlər üçün əladır. Bundan əlavə oktyabr ayına baxanda oktyabrın 24-ü sevgi, eşq manifest eləmək, həyatınıza çəkmək üçün əladır. Noyabr ayında 4-ü manifestlər üçün əladır, dualar üçün əladır. 9-da ruhani enerji yüksəkdir. Dekabrın 11-i ruhani enerji çox güclüdür. Ağzınızdan çıxanlar sürətlə gerçəkləşə bilər, manifest ola bilər və dekabrın 24-ü də sizin üçün ciddi münasibət, ailə, yuva kimi mövzularda enerjilər olduqca güclüdür deyə bilərik. Əziz oğlaqlar, arzulayıram ki 2026 ən yüksək xeyrinizə xidmət eləyər. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı, bəlkə də dostlarınızla bölüşməyi unutmayın. Sevgi və işıqla qalın.